26 dekabr 2025-ci il tarixində Cənubun Səsi Media şirkəti ilə Günərzi Qayğı Mərkəzi arasında növbəti uğurlu sosial layihə həyata keçirilib. Layihə 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təşkil olunub. Tədbirin təşəbbüskarı və təşkilatçısı Cənubun Səsi xəbər portalının təsisçisi və baş redaktoru jurnalist Mərhəmət Lələyev olub. Sosial layihənin əsas məqsədi Günərzi Qayğı Mərkəzində təlim-tərbiyə alan balaca körpələrə bayram sevinci yaşatmaq, onların üzündə təbəssüm yaratmaq və cəmiyyətdə sosial həmrəylik ruhunu gücləndirməkdir. 26 dekabr 2025-ci il Cənubun Səsi komandası olaraq daha bir sosial layihəyə rəhbərlik elədik. Layihəmiz çərçivəsində bu günləri Masallı rayonunda Günərzi Qayğı Uşaq Mərkəzində 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə uşaqlarla birlikdə yeni il tədbiri keçirdiyini nəzərinizə çatdırmaq istəyirəm ki, Günərzi Qayğı Mərkəzi artıq 3 ildən çoxdur ki, Masallı rayonunda fəaliyyət göstərir və bu layihənin rəhbəri Mirzə müəllim və layihənin Masallı rayon şöbəsinin aparıcısı Səbirə xanım Əbilovadır. Mən bu layihədə bizə dəstək göstərdiklərinə görə əslən Masallı rayonundan olan, hal-hazırda Gömrük Tibb Xidmət Mayoru olan mənim çox dəyərli dostum Anar müəllim Cəfərova özlərinin təşəkkürümü bildirirəm və layihədə bizə ümumilikdə dəstək olan bütün dostlarımıza və xüsusən Günərzi Qayğı Mərkəzinə təşəkkürümü bildirirəm və belə bir layihələrin davamlı olmasından ötürü biz Cənubun Səsi olaraq bütün sosial layihələrə dəstək verməyə hazırıq və hər zaman da hazır olacağıq və bir daha buradan 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə hər birinizi təbrik edirəm. Tədbirdə Ali Sahibkarlar Təşkilatı İctimai Birliyinin İdarə Heyətinin sədri Mirzə Məmmədvəliyev, Dövlət Gömrük Komitəsinin Gömrük Tibb Xidmətinin mayoru Anar Cəfərov, Sosial Xidmətlər Agentliyinin baş mütəxəssisi Şahin Məmmədov, Günərzi Qayğı Mərkəzinin Masallı rayon təşkilatının rəhbəri Səbirə xanım Əbilova, media nümayəndələri, müəllimlər və ziyalılar iştirak ediblər. Bayram tədbiri Dövlət Gömrük Komitəsi, Biləsuvar Gömrük İdarəsinin Gömrük Tibb Xidmətinin mayoru Anar Cəfərovun göstərdiyi maddi və mənəvi dəstək xüsusi vurğulanmalıdır. O, balaca körpələr üçün yeni il hədiyyələr gətirərək onları şəxsən özü təqdim edib. Uşaqlara əsl bayram sevinci yaşadıb. Qeyd edək ki, Anar Cəfərov bu kimi sosial layihələrdə mütəmadi olaraq iştirak edir. Tez-tez xeyriyyə aksiyalarına qatılır və hər zaman maddi mənəvi dəstəyindən əsirgəmir. Onun bu humanist mövqeyi iştirakçılar tərəfindən yüksək dəyərləndirilib. Eyni zamanda Mərhəmət Lələyevə də Günərzi Qayğı Mərkəzindən uşaqlar üçün müxtəlif hədiyyələr təqdim edib. Tədbirdə çıxış edən Mirzə Məmmədvəliyev, Səbirə xanım Əbilova, digər qonaqlar Anar Cəfərovun göstərdiyi davamlı maddi mənəvi dəstəyə görə, eləcə də bu humanist layihənin təşkilinə görə Mərhəmət Lələyevə özlərinin təşəkkürlərini bildiriblər. Çıxışlarda belə sosial layihələrin uşaqların mənəvi inkişafında mühüm rol oynadığı xüsusi qeyd olunub. Xüsusi olaraq vurğulanıb ki, tədbirin yüksək səviyyədə keçirilməsində Cənubun Səsi Media şirkətinin xüsusi izləyiciləri və daimi dəstəkçiləri Elşad Qasımov, Talih Nəsrov və İlqar Səfərovun da böyük rolu olub. Onların göstərdiyi maddi mənəvi dəstək bu sosial təşəbbüsün daha da geniş miqyas almasına imkan yaradıb. Uşaqlar bizim gələcəyimizdir və Azərbaycan Respublikasına həssas sosial qruplar, o cümlədə çətin həyat şəraitində yaşayan körpələrimiz hər bir dövlətimizin diqqət və qayğısından əhatə olunub. Və bir təşkilat olaraq da, bir hökumət təşkilatı olaraq da bütün deməli hər kəsin borcudur ki, öz töhfəsini bu istiqamətdə vermiş olsun. Masallı rayonunda son zamanlar yəni məhz böyük şəhər deməli quruculuq işləridir, şəhər salmadır, eyni zamanda əhalinin rifah halının yüksəldilməsi istiqamətindədir. Eyni zamanda insanlarımızın hər şəraitinin yaxşılaşdırılması istiqamətində yüksək işlər görülür və biz də Ali Sahibkarlar Təşkilatı olaraq çalışırıq ki, bu insanlarımızın yanında olaraq, onlara dəstək olaraq öz layihələrimizlə və biz bugün bizim uşaqlarımızın sevindirmək, onlarla beraber biz de sevinmiş olduq. Çünkü düşünürük ki, bugünkü bizim hər bir körpəmiz gələcəyin bir əskəridir, bir müəllimidir və biz də əlimizdən gələn hər nə varsa mümkün olanı balalarımız üçün qoymağa hazırıq.
Çıxış edənlər balaca körpələri 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik ediblər. Qeyd edək ki, tədbir Şaxta baba və Qar qızın iştirakı ilə musiqili əyləncəli şou proqramla davam edib və uşaqlar üçün unudulmaz sevincli anlarla yadda qalıb. Sonda qeyd edək ki, Yeni il əyləncəsindən sonra balaca körpələr üçün tədbir kino klubda davam etdirilib. Uşaqlar üçün xüsusi seçilmiş maraqlı və maarifləndirici filmlər nümayiş olunur. Onlar xoş və əyləncəli anlar yaşayıblar. Bu mərhələdə uşaqların sevincinə sevinc qatıb və tədbir yadda qalan bayram apazı ilə yekunlaşıb. Günəzi Qayğı Mərkəzi də bizdə 2-3 ildir davam eləyir. Bu layihədə biz əsasən az təminatlı uşaqları götürmüşük. Qayğı Mərkəzidir. Saat 8-dən biz uşaqları qəbul edirik. 6-da valideynlərə təhvil veririk. 12-yə kimi 1-ci sinif uşaqları məktəbdən gəlir. Artıq biz onları rekvizitor müəllimlərin yanına qoymuruq. Özümüz orada məşğul oluruq. Yenə saat 1-in yarısı o bu uşaqlarımız da yeməklərini yeyib məktəbə gedirlər. Yəni biz bu uşaqlarla həm dərs keçirik, həm əyləndiririk, həm də onları öz himayəmizə götürmüşük və bunun da xüsusi rəhbəri bizdə Mirzə müəllimdir, layihəmizin əsas rəhbəri. Bugün biz Masallı rayon Günəzi Qayğı Mərkəzinin uşaqları ilə birlikdə yeni ilə 31 dekabr Dünya Azərbaycanlı Həmrəyliyi Günü münasibəti ilə yeni il şənliyi keçirtdik. Bu tədbirdə bizim qonaqlarımız oldu. Onlara xüsusi təşəkkürümüzü bildiririk. Bizim Günəzi Qayğı Mərkəzinin uşaqları çox sevindilər və bunlarda bizə dəstək olan insanlara, yəni biz onlara xüsusi öz təşəkkürümüzü bildiririk.